Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin və Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycanda mina təmizləmə fəaliyyəti, prioritetlər və çağırışlar adlı konfrans və fotosərgi təşkil olunub. Konfransda açılış nitqindən çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, Azərbaycan soyqırıma, etnik təmizləməyə məruz qalmış ölkədir və bütün bu minalar soyqırım təcrübəsinin davamıdır. Yüz minlərlə Azərbaycanlının öz evlərinə qayıtma hüququ var, lakin onların evləri tamamilə dağıdılıb və əraziyə minalar yerləşdirilib. 2 gün əvvəl daha bir Azərbaycanlı mina partlaması nəticəsində xəsarət alıb. Anaman İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib ki, ərazilərin minalardan çəklənməsi Azərbaycanda təhlükəsizlik və inkişaf qarşısında duran ən ciddi maneələrdən biri olaraq qalır. Anama rəsmisi bununla yanaşı bu istiqamətdə beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-nin dəstəyini qeyd edib. Marshall İrsi İnstitutunun İnkişaf və Kommunikasiya üzrə meneceri Eden Slater 2025-ci ildə iki qurum arasında əməkdaşlığın 20 ilinin tamam olduğunu bildirib. Onun sözlərinə görə bu müddətdə institut Anamaya 93 mina axtaran it iyan edib və bu il bu rəqəmin 100-ə çatdırılması nəzərdə tutulub. Daha sonra Azərbaycanın işğaldan azad olmuş ərazilərində həyata keçirilən humanitar mina təmizləmə fəaliyyətinə dair video çarx nümayiş olunub.